Azerbaycan'da sizlerin de yakinen tanıdığı Mircelal Kurbanov. Buradan selam gönderiyorum değerli dostuma. Benim oğlum kahramandır. Çok kıymetli sanatçılarımız. Mənim oğlum qəhrəmandır layihəsinin klipi artıq qardaş Türkiyənin televiziya kanallarında yayımlanır, eyni zamanda radio məkanlarında səsləndirilir. Layihənin Türkiyə mediasında təqdim olunması Azərbaycan-Türkiyə qardaşlığının mənəvi bağlarına bir daha nümayiş etdirir. Belə ki, xüsusilə də Kral TV və Kral FM-də bu nəğmə tez-tez yayımlanır və Kral FM-in dəyərli aparıcısı Afrika Alinin təqdimatında dinləyicilərə çatdırılır. Bu barədə layihənin rəhbəri tanınmış şair Mircelal Qurbanov məlumat verib. Onun sözlərinə görə, Türk dünyasının sevilən sənətçisi Azərin və Azərbaycanın xalq artisti Azər Zeynalovun ifasında səslənən Mənim oğlum qəhrəmandır nəğməsi sadəcə musiqi əsəri deyil. Bu mahnı şəhid analarının göz yaşından doğulan dua, şəhid atalarının sınmayan duruşundan yaranan qürur kimi təqdim olunur. Layihə müəlliflərinin vurğuladığı kimi nəğmənin Türkiyə televiziya və radio məkanında səslənməsi xüsusi mənəvi məna daşıyır. Artıq qəhrəman anaların haqq səsi təkcə Azərbaycanda deyil, Türkiyədə də eşidilir. Türkiyə ekranlarında da yer alır. Şəhid analarının səsi millətin vicdan səsi kimi dəyərləndirilir. Mahnının hər misrasında bir ana nəfəsi, bir müqəddəs dua hiss olunur. Mənim oğlum bugün deyil, sabah deyil, o əbədi bir zamandır. Azərbaycanın tarixinə tarix yazan qəhrəmandır. Mircelal Qurbanov qeyd edib ki, nəğmənin hər notunda göz yaşını qürura çevirən ata duruşu əks olunur və səslənən misralar türk qəhrəmanlıq ruhunu bir daha xatırladır. Mənim oğlum Cavanşirdir, o nəbidir, Koroğludur. Polad kimi vətəninə canın verən türk oğludur. Onun sözlərinə görə layihənin əsas mesajı ondan ibarətdir ki, Azərbaycan var olduqca qəhrəman şəhidlər də yaşayacaq, onların adları yaşadıqca Türkün qüruru və vətənin bayrağı daim uca olacaq. Mənim oğlum qəhrəmandır. Bugün artıq təkcə bir mahnı deyil, Türk dünyasını birləşdirən mənəvi çağırış, şəhidlərin xatirəsinə ucaldılmış səsli abidədir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevaya və artıq 5 ildir bu layihənin ilk günündən daim yanımızda olan, layihəmizə sevgisini, dəstəyini və qayğısını əsirgəməyən Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərova səmimi təşəkkürümüzü bildiririk deyə Mircelal Qurbanov fikirlərini yekunlaşdırıb. Qeyd edək ki, Mənim oğlum qəhrəmandır mahnısının söz yazarı Mircelal Qurbanova, musiqisi isə Camal Qurbanova aiddir. İfaçılar xalq artistləri Azərin, Azər Zeynalov, muğam ifaçımız Əhəd Ağayev və şəhid övladlarıdır.